ağlı aparan hər bir şeyi, içki hökmündə olan hər bir şeyi Allah Azze ve Celle haram edib. O məsələlərdən biri də qardaşlar nədir? Narkotikdir. Və narkotiklərin hökmü də dinimizdə içkidən daha betərdir. İçkidən daha betərdir. Çünki içki içənin o yoldan qayıtması Allah Azze ve Celle'nin müvəffəqiyyətindən sonra öz əlindədir. Tövbə edir, qayıdır. Allah müvəffəq edirsə tövbəyə. Amma narkotik aludəsi tövbə etmək istəsə də qayıda bilmir. Bağımlılıq yaradır və həyatını qaraldır. Və özünü o hala salır ki, yəni içki içənin edə bilmədiyini, etməyə ağlına gətirmədiyini narkotik istifadəçiləri edir. Malını zay edir, canını zay edir. Sonu bəllidir ki, davamlılığın sonu, onun sonu ölümdür. Həyatına qəsd edir. Və bugünkü günü dünya araşdırmalarında dünyada olan cinayətlərin 40% narkotik səbəbindəndir. Qəzaların, ümumiyyətlə ailələrdə olan problemlərin, faciələrin 60%-nin səbəbi narkotikdir. Dünya statistikasıdır bu. Və sən, ey bunu satanlar, ey bunu yayanlar və bilin ki, siz ailənizə haram yedizdirirsiniz. Qarnınıza haram soxursunuz. Allah Azze ve Celle'nin qarşısında siz cavab verəcəksiniz. Allah Azze ve Celle bunun hesabını sizdən soruşacaq. Qarnınıza apardığınız hər tikə sizi cəhənnəmə aparacaq. Cəhənnəm ateşini sizə haqq edir. Allah Azze ve Celle'dən qorxun. İnsanları zəhərləməyin. İnsanlar arasında zəhər yaymayın. Və bəziləri var, utanmırlar. Həya etmirlər. Və bəyan deyirlər ki, biz müsəlmanlara satmırıq, biz kafirlərə satırıq. Resulullah s.ə.v nə deyir? Deyir, utanmırsansa istədiyini danış, istədiyini et. Həya olmayandan sonra insan hər şeyi danışır. Baxın qardaşlar, Allah Resulü s.ə.v ayə nazil olur, dərsin əvvəlində oxuduğumuz içki ayəsi nazil olur. Nazil olanda o günə qədər sahabələr içində gələcək, az sonra gələcək hədislərdə Ənəs radiyallahu anh və başqalarından Peyğəmbər sallallahu aleyhi ve sellem nidaçısı çıxır, nida edir, çağırır ki, ey insanlar Mədinə küçələrində içki haram oldu. Hər kəs evində olan boşqaları çıxardıb Mədinənin küçələrinə axıdırlar. Mədinənin küçələrində sanki deyir çay axırdı. İçkinin çoxluğuna. Heç kəs demədi ki, Mədinədə yahudilər yaşayır, kafirlər yaşayır. Yahudi qəblələr var idi, düzdürmü? Sataq kafirlərə. Özümüz içmirik, kafirlərə sataq. Onları zəhərləyək, onları zərər vuraq, pul qazanaq, ayıbdır, israf olmasın. Dedilər mi bunu? Yəni sən Peyğəmbər sallallahu aleyhi ve sellemlə, onun səhabələrindən daha ağıllısan. Deyirsən, mən kafirlərə satıram. Kimi aldadırsan? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir şeyi haram etdisə, onun qazancını da haram etmişdir. Hədis Buxari Müslimdədir. Çünki sahabələr donuz barədə soruşanda Resulullah sallallahu aleyhi ve sellem donuz ətinin haram olduğunu bəyan edir və sahabələr deyəndə onun yağını və s. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir şeyi haram etdisə, onun qazancını da haram etmişdir. Və sonra deyir, Allah yahudilərə lənət eləsin. Allah onlara haram etdikdən sonra onlar özləri istifadə etməsə də onu satıb onun pulunu yedilər. Resulullah sallallahu aleyhi ve sellem onları lənətləyir. Yahudiləri lənətləyir bu əməlinə görə. Yəni bil ki, sən desən ki, mən istifadə etmirəm, mən satıram, özü də müsəlmanlara satmıram, kimlərə satıram və bil ki, sən yenə lənətlənmişsən. Resulullah sallallahu aleyhi ve sellem tərəfindən lənətlənmişsən. Çünki içki satanın hökmündəsin. Resulullah sallallahu aleyhi ve sellem demir ki, içkiyi müsəlmana satan lənətlənib. İçki satan lənətlənib deyir. Bu da içkidən daha betər olduğuna görə sən də bil ki, məl'unsan və lənətlə pul qazanırsan, ailənə lənətlə qazandığın pulu yedizdirirsən və Rəbbin qarşısında bunlara görə hesab verəcəksən. Ümməti, cəmiyyəti zəhərlədiyinə görə Rəbbin qarşısında hesab verəcəksən. Gəncləri zəhərlədiyinə görə cavab verəcəksən. Və bunun hesabı yüngül olmayacaq. Və belə insanların, qardaşlar, ümmətə, belə toplumsal zərər verən insanların bilin ki, aqibəti heç yaxşı olmur. Allah, o dünyadan qabaq, bu dünyada Allah Azze ve Celle onlara pis sonluq nəsib edir. Gözəl sonluq nəsib olmur onlara heç zaman. Elə insanların sonluğu yaxşı bitmir. Bu dünyadan
Heç zaman görməzsən ki, bu işi görənlər bu dünyadan tövhid üzərində köçsünlər. La ilahe illallah deyə köçsünlər. Ola bilməz belə bir şey. Yalnız kimsə cahilliyindən, bilməməzliyindən nə zaman olubsa və tövbə edib qayıdıbsa, inşallah ki, ümid edirik ki, onlara Allah gözəl sonluq nəsib edər. Təbii ki, o əməlindən sadiqsə, tövbəsində sadiqsə, peşman olubsa. Ona görə Allahdan qorxub, Allah Azza və Cəlləyə dönmək lazımdır. Etdiyin haram əməlləri tərk elə və bil ki, Allah Azza və Cəllənin əzabı şiddətlidir.